Sabahın xeyir olsun Gülnar. Buyur, efirdə sən eşidirik səni. Salam, sabahınız xeyir olsun, hörmətli aparıcılarımız və əlbəttə ki, Telesəhərin daimi tamaşaçıları, hər birinizi yollardan salamlayıram. Səbəbsə, arxamda gördüyünüz 39 nömrəli marşrut xəttinin istiqamətinin dəyişməsidir. Bu haqda bizə daha ətraflı məlumatı isə sərnişin daşımanın təşkili şöbəsinin rəisi Afiz Mikailov məlumat verəcək. Afiz müəllim, salam, sabahınız xeyir olsun. Zəhmət olmasa bu yeni xəbərlə bağlı 39 nömrəli avtobusun istiqamətini dəyişməsi ilə bağlı bizə ətraflı məlumat verərsiniz. Hansı istiqamətə gedəcək bundan sonra? 39 sayılı müntəzəm marşrut xətti üzrə istismar olunan bütün avtobuslar şirkətimiz tərəfindən yenisi ilə əvəzlənib. Xətt üzrə 12 ədəd iri tutumlu, müasir tələblərə cavab verən Iveco markalı CNC mühərrikli avtobuslar verilib. Avtobusların hər birində kondisioner sistemi mövcuddur. Avtobusların hər biri 100 nəfərə qədər sərnişin tutumuna malikdir. Bununla yanaşı xəttin istiqaməti Şəhidlər Xiyabanından içəri şəhərədək uzadılıb və bununla əhalinin ictimai nəqliyyata əlçatanlığı daha da yaxşılaşdırılıb. Yolların bəzi ərazilərdə təmir işləri ilə əlaqədar olaraq yol dəyişmələri mövcuddur. Təmir işləri bitdikdən sonra qısa müddət ərzində öz trayektoriyası üzrə hərəkət bərpa olunacaq. Çox sağ olun, Afiz müəllim, ətraflı məlumat üçün. Bəli, mən isə son olaraq məlumat üçün onu da qeyd edim ki, köhnə 39 nömrəli marşrut avtobusları artıq ləğv olunub. Yəni, bundan sonra rahat bir şəkildə yeni 39 nömrəli avtobuslarla rahat sərnişinlər öz istiqamətlərinə, mənzil başına çata biləcəklər. Belə, mənim bugünlük, beləcə də bu saata sizlərə çatdıracaqlarım bunlar idi. Hələlik! Təşəkkürlər Gülnar, ətraflı məlumata görə.